Hər kəsə salam. Pensiyadan nə xəbər kanalına xoş gəlmisiniz. Xəbər keçmədən əvvəl kanala abunə olub bildirimləri açmağı unutmayın. Bildirimləri açın ki, yeni xəbər gələndə ilk siz xəbərdar olasınız. İndi isə keçək xəbərimizə. Bu ayda Azərbaycanda qadınlar ilə kişilərin pensiya yaşları bərabərləşdi. Bəs kimlər daha tez pensiyaya çıxa bilərlər? Bu siyahını necə genişləndirmək olar? Qlobal Info az xəbər verir ki, bununla bağlı deputat Vüqar Bayramov fikirlərini bölüşüb. O bildirib ki, daha tez pensiyaya çıxmaq hüququ yalnız çoxuşaqlı ailələrə deyil, bir sıra digər vətəndaşlarımıza da şamil olunur. Güzəştli şərtli ilə pensiya hüququ əmək pensiyaları haqqında qanunla təsbit olunub. Belə ki, qanunun 8-ci maddəsi uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxsləri, 9-cu maddəsi isə güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxsləri müəyyən edir. Sözügedən qanuna əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 8 yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla 5 və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin uşaqların 8 yaşınadək sağ olması şərti ilə yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Bu o deməkdir ki, çoxuşaqlı ailələr də analar əgər bu hüquqdan atalar istifadə edirsə, o zaman onlar 60 yaşına pensiyaya çıxırlar. Millət vəkili qeyd edib ki, qanunun 9-cu maddəsinə güzəştli şərtlər ilə pensiya hüququ qazanan vətəndaşlarımızın siyasi kifayət qədər genişdir. Belə ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin Nazirlər Kabinetinin təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bununla yanaşı, hipofiziqanizm xəstəliyinə tutulan şəxsləri və fizioloji mütənasibliyi pozulmuş sırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda pensiya yaş həddi 20 il azaldılır. Mülki aviasiya, uçuş və uçuş sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda 15 il tez əmək pensiyası ala bilirlər. Eyni zamanda bir sıra dövlət sektorlarında, o cümlədən prokurorluq, hərbi xidmət, ədliyyə orqanları və sair çalışanların da qulluq müddətindən asılı olaraq daha tez pensiyaya çıxmaq hüquqları vardır. Vüqar Bayramov deyib ki, daha çox vətəndaşlarımıza tez pensiyaya çıxma hüququnun verilməsi ilə bağlı təkliflərimizi də təqdim edirik. Pensiya islahatlarının dərinləşməsi, pensiya yaşının müəyyənləşdirilməsində kəmiyyə göstəriciləri ilə yanaşı keyfiyyət göstəricilərindən də istifadəni daha da aktuallaşdırır. Bu tək qadınlar daxil olmaqla bir sıra vətəndaşlarımızın daha tez pensiyaya çıxmasına imkan yarada bilər. Daha çox belə xəbərlərin gəlməsi üçün kanala abunə olub bildirimləri açmağı unutmayın.